Heydər Əliyev mərkəzi ilə tanış olublar. Səbail rayonunda da Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilib. Bu əlamətdar bayram münasibəti ilə sahil bağı başdan başa yenilənib. Buradakı hər üç fəvvarənin ətrafı güllərlə bəzədilib. Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əskərov, Milli Məclisin deputatları və digər nüfuzlu qonaqlar sahil bağını gəzib, maraqlı gül ekspozisiyaları ilə tanış olublar. Burada yaradılan gözəllik sahil bağının nağıllar və gözəllik aləminə çevirib. Çiçəklərlə bəzədilmiş dekorativ arka parkın girişinə xüsusi yaraşıq verir. Bayramın gözəl və yadda qalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən görünüşü və gözəlliyi ilə seçilən müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan rəngarəng tablo və gül kompozisiyaları hazırlayıblar. Tədbirdə ulu öndərə, xalqımıza, vətənimizə həsr olunmuş şeir və mahnılar da səslənib. Parkda populyar incəsənət ustaları, bədii öz fəaliyyət kollektivləri və rayonun musiqi məktəblərinin kollektivlərinin iştirakı ilə gün ərzində davam edən konsert tədbiri daha da yadda qalan edib. Ümumilli liderimiz Heydər Əliyev və görkəmli alim akademik Zərfə Əliyevanın güllərdən hazırlanmış portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Qız Qalası, Bakı şəhərinin gerbi, alov güllələri kompleksi, Səbail gəmisinin güldən hazırlanmış və güllə işlənmiş maketləri bayram iştirakçılarının diqqətini xüsusilə cəlb edib. Bakı şəhər icra hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilib.